Hər vaxtınız xeyir olsun. Deməli, burada ayaq altındayam. Bir də buradan düşməyə ərinirəm. Baxın, ilk olaraq nədən başlayıram? Bu evi biz sıfırdan götürmüşük. Bütün təmiri, hər bir şey. Baxın, o küşdə bir otaqdır. Orada bir otaqdır. Bura zaldır. Burada da bir otaqdır. Bu da bir hamamdır. Hamamdır. Burada da bir dənə hamamdır. Deməli, söhbət nədən gedir? Söhbət ondan gedir ki, bu evin işığının çəkilməsinə baxın. İşıq sisteminin çəkilməsinə baxın. İndi mən burada yenidən bura işıqlar çəkirəm. Baxın. Şit isə bizdə buradadır. Buradan burada 1 metr. Yəni belə götürək metrə yarımda. 1 metr yoxdur. Mən ən uzağı metrə yarım götürürəm. 1, 2, 3, 4, bir də hamamlardan 5 sayaq. Baxın. Bura gəlib. Yığılan, baxın, calağa baxın. Şunura baxın. Bu vaxtda təsəvvür edin ki, bu qabağıma çıxdı. Bunu Zaura zəng elədim. Bizim Zezi Zaur qardaşımıza. Təsəvvür edin, ona göstərirəm. Deyirəm, Zaur, mən birinci səfər belə bir şey görürəm. Deməli, burada zalentə vurulub. Üstü bağlanmayıb. Burada zalentə vurulub. Üstü bağlanmayıb. Bunlarda hətta gəlir yuxarı. Yuxarı isə taxtadır. Baxın. Şunurun gedişinə baxın. Taxtadır. Bizim çəkdiyimiz də budur. Bunları çəkib gətirirsən. Yığırsan qəşəng işdə. İşdə işini görürsən. Bu burada nəyə lazımdır ki? İşdən sən belə deyək də, bax belə bir izah edeyim. Elə bil mən zalın şunurunu çəkib gətirirəm. Gətirirəm burada korobka yaradıram. Təzədən şitdən çıxartdığım, zala götürdüyüm avtomatdan bir dənə də şunur gətirirəm. Bunun içində zala göndərdiyim şunuru bunun içində başlayıram calaq verməyə. Bu nəyə lazımdır ki? Bunu gətirdim, promoy. Düşdün şitin içində yığdı. Həm iki əziyyətdir. Biri var şitin içində yığasan. Bir də var ki, burada yığasan. Həm iki əziyyətdir. Həm də ki, təhlükə. Birinci növbədə də təhlükə mənbəyidir bu. Baxın, bax. İnanın Allaha, səmimiyyətimə inanın. Yəni, heç nə eləməmişəm. Üzünü falan soyub eləməmişəm ki, soyam, nə bilim, neyniyəm. Baxın. Belə. Ona baxın. Allah xeyir versin, sağ olun.